Salam qardaşlar. Hamınızı salamlayıram. İzləyicilərin hamısını salamlayıram buradan. Bu da bizim Fatmay bağlarında olan mənzilimiz. Mənzilimizin sahəsi 190 kvadrat metr. Allah'ın izni ilə santenika işini yekunlaşdırdıq. Mənzilin hamısı isti döşəmədir. Kvadrat böyük olduğu üçün biz mənzili iki hissəyə ayırdıq. Mənzilin sol hissəsini 1.8 konturlu kollektor yerləşdirdik. Sağ hissəsinə 1.8 konturlu kollektor yerləşdirdik. Çünki kvadrat böyük olduğu üçün mütləq kollektor iki hissədə olmalıdır. Mənzilin sağ tərəfi bir hissə, sol tərəfi bir hissə. İndi isə işimizi sizinlə tanış edim. Maşallah, maşallah. Bu gördüğünüz kimi qonaq otağıdır. Qonaq otağının sahəsi 40 kvadrat metrdir. 40 kvadrat metr olduğu üçün bura 3 konturu, 3 hissə isti döşəmə verdik. Bura isə mənzilin girişidir, koridor hissədir. Bura isə bizim mətbəx. Mətbəx 2 kontur, 2 hissə verildi. O hissədə kukra mebel olduğu üçün orası döşəmə çəkmədik. Ora isə terasdır. Teras cam balkon bağlanacaq inşallah. Bağlantı olduğuna görə biz orada isti döşəmə çəkdik. 2 kontur isti döşəmə terasa vermişik. Teras 20 kvadratdır. Və növbəti otaqları da sizinlə tanış edim. Bura yataq otağı. Demper lentimizdə vurmuşuq. Burada yataq otaqlarında otaq termostatları olacaq. 3 ədəd yataq otağında, 1 ədəd mətbəxdə. Otaq termostat olduğu üçün sensorumuzun borusunu da yerləşdirmişik. Bura uşaq otağı. Burada da hər şey qaydasında isti döşəmə çəkilib. Və növbəti. Bu hamam sanuzel. Evin ofşi sanuzelidir. Divarçı su qarışdırıcılarımızı yerləşdirmişik. Hamısı qaydasında isti döşəməsi də çəkilib. Və növbəti otaq. Burada valideyn otağı. Burada da hamısı isti döşəmə, 2 kontur verilib. Sonra burada isə yataq otağının içində olan sanuzel. Burada da yenə də isti döşəmə çəkmişik. Su qarışdırıcılarımız yerləşdirilib. Çıraqlarımız hamısı urvində hazır vəziyyətdə yerləşdirmişik ki, səhər betonu verən usta beton verilən zaman çıraqlar tərpənməsin. Bax, bu qaydada. Allah hamınızın işini avand eləsin. Növbəti mənzildə, növbəti işlərdə görüşmək ümidi ilə inşallah. Allah amanında qalın. Çox sağ olun.